Salam əziz şagirdlərim. Mən sizin Azərbaycan dili və ədəbiyyat müəlliminiz Güləndam müəllimə. Bugün ədəbiyyatda yuxu görən obrazlar adlı videolarımızın ikinci hissəsini çəkəcəyik. Bugünkü təhlil edəcəyimiz və şəkillər üzrə sizə göstərəcəyim yuxu Kitab Dədə Qorqud dastanında Salur Qazanın evinin yağmalanması boyunda Qazan xan tərəfindən görülmüş yuxudur. Bildiyimiz kimi, bəhs etdiyimiz boyda yuxu görən iki obraz var. Biri Qazan xandır, digəri isə Qaraca çobandır. Biz boy ərzində Qaraca çobanın yuxusunu heç bir obrazın dilindən eşitmirik. Nə yuxunun özünü, nə də yuxunun yozumunu. Sadəcə Qaraca çobanın yuxu gördüyü haqqında məlumatımız olur. Qazan xanın yuxusunu isə həm yuxunun özünü, həm də yuxunun yozumunu eşidirik. İndi bunu sizinlə şəkil üzrə təhlil edəcəyik. Bir mətndən, daha doğrusu boydan cümlələri oxuyacağıq və şəkildə həmin hissəyə baxacağıq. Deməli, gəlin birinci mətndən, burada aşağı hissədə mətni yerləşdirmişəm. Qırmızı hərflərlə yazılanlar məhz yuxuda Qazan xanın gördükləridir. Deməli, oxuyaq. Qara qayğılı əhvalatlar gördüm. Gördüm ki, yumruğumdan bir şahin çırpınıb quşumu əlimdən alır. Gəlin şəklə baxaq. Burada yuxarıda, ən yuxarıda baxın bu hissədə. Qazan xandır, əlində quşu var və bir şahin çırpınıb onun quşunu əlindən alır. İkinci hissədə, ikinci cümlədə daha doğrusu yazılıb ki, hündür evimin üzərində göydən ildırım çaxdığını gördüm. Burada da ikinci şəkildə fikir versəz, görürük ki, burada böyük Qazan xanın evidir, imarətidir. Onun da başına göydən ildırım çaxır. Üçüncü cümləyə nəzər salaq. Qatı qara dumanın düşərgəmin üstünü bürüdüyünü gördüm. Deməli, qatı qara duman haranın üstünü bürüyür? Düşərgəsinin. Baxın bu şəklə. Qazan xanın düşərgəsidir. Çünki o bu yuxunu harada görmüşdü? Ovda görmüşdü. Ova gedərkən görmüşdü. Bu da onun ov üçün saldığı düşərgədir ki, onun üstünü qatı qara duman alır. Əgər bizə testdə versələr ki, evinin üstünü qatı qara duman almışdı, demək ki, səhvdir. Çünki cavab nədir? Düşərgəsinin üstünü. Aha, deməli növbəti cümləyə keçək. Quduz qurtların evimi dəldiyini gördüm. Baxın şəklin bu hissəsinə baxın. Quduz qurtlar Qazan xanın evini dəlir. Aha. Qara dəvənin ənsəmdən qapdığını gördüm. İndi burada tam mərkəzdə olan şəklə baxın. Qara dəvə Qazan xanın ənsəsindən qapır. Gördüm ki, qara saçım qarğı kimi uzanır, uzandıqca gözümü örtür. Baxın, bu hissədə də Qazan xanın saçı uzanır və uzandıqca Qazan xanın baxın, gözünün üstü örtülür. Əllərimdə 10 barmağımı qan içində gördüm. Və burada ən sonuncu şəkil olan Qazan xanın 10 barmağının onu da qan içindədir. İndi deyəcəksiniz, bəs bu ortada olan şəkil nədir? Çünki Qazan xanın yuxusunda elə bir təsvir yoxdur. Burada isə Qazan xan qardaşı Qara Günəyə öz yuxusunu danışır. Baxın, tonqal falan da qalayıblar, ovladılar. Ovla gördüyü yuxunu qardaşı Qara Günəyə danışır. Qara Günə də neyinir? Yuxunun yozumunu Qazan xana bildirir. Burada da qırmızı hərflərlə verilmiş isə Qara Günənin sırf yuxunu yozduğu hissədir. Gəlin onu da nəzər salaq. Deməli, Qara Günə dedi. Qara bulud dediyin sənin taleyindir, hansı ki, düşərgəsinin üstünü almışdı. Bu. Deməli, nədir? Qazan xanın taleyidir. Qar ilə yağmur dediyin sənin qoşunundur. Biz burada, bu yuxuda, yuxu yazılan hissədə qar və ya yağmurdan danışılan bir hissəyə rast gəlmədik. Eyni zamanda şəkildə də elə bir hissəmiz baxın yoxdur. Amma Qara Günə yozumunda elə bir hissəyə yer verir. Ona görə bunu da diqqətimizdə saxlayaq. Saç qayğıdır, dərd sərdir. Burada hansı ki uzanır Qazan xanın gözünün önünü örtür. Bax, deməli saç neymiş? Qayğıdır, dərd sərdir. Qan isə hansı ki Qazan xanın 10 barmağını bürümüşdü. Qaranlıqdır. Keçən dəfə izah elədiyimiz dərzi şagirdi Əhmədin yuxusunun yozumunu dərzi şagirdi Əhməd özü demişdi. Yuxunu görən də eyni idi, yozumunu deyən də eyni obraz idi. Amma burada yuxunu görən Qazan xandır, onun yozumunu bildirən isə onun qardaşı olan Qara Günədir. İstədiyiniz ədəbiyyatla və yaxud Azərbaycan dili ilə bağlı hər hansı bir mövzu olsa, onu rəylərdə qeyd edərsiniz. Mən sizə izah edərəm. Sağ olun.